Mika peyğəmbərin kitabı. Yahuda padişahları Yotam, Axaz və Xizqiyanın dövründə Samirə və Orşəlim barəsində Moreşetli Mikaya röya vasitəsilə Rəbbin bu sözü nazil oldu. Eşidin siz ey bütün xalqlar, qulaq asın ey yeryüzü və orada yaşayanlar. Qoy Pərverdigar Rəbb sizin ziddinizə şəhadət versin. Pərverdigar müqəddəs məbədindən. Çünki bax, Rəbb yerindən çıxıb gəlir, o yer üzünə enəcək, dağların zirvələrində yeriyəcək. Dağlar onun ayaqları altında, od yanında əriyən mum kimi əriyəcəklər. Dərələr təpələrdən aşağı axan sellər kimi yarılacaq. Bütün bunlar Yaqub övladlarının asiliyinə, İsrail xalqının günahlarına görədir. Yaqub övladlarının asiliyi nədir? Məgər Samirə deyil. Yahudanın büt pərəstişgahı nədir? Məgər Orşəlim deyil. Buna görə mən Samirəni yerlə bir edəcəyəm. Yerində üzümlük salınacaq. Daşlarını dərəyə tökəcəyəm. Bünövrələrini açıq qoyacağam. Samirənin bütün bütləri parça-parça qırılacaq. Məbədinə verilən hədiyyələr yandırılacaq. Bütün timsallarını dağıdacağam. Bu hədiyyələr fahişəlik müzdü ilə yığıldığına görə cinə də fahişələr üçün işlədiləcək. Buna görə də mən Mika gərək ağlayıb göz yaşı töküm. Ayaq yalın lüt üryan gəzim. Çaqqal kimi ulayım, bayquş kimi şivən çəkim. Çünki Samirənin yaraları sağalan deyil. Yahudaya caq yayılıb. Xalqımın dərvazalarına caq, hətta Orşəlimə caq çatıb. Bunu qətdə bildirməyin. Əsla ağlamayın. Beyt Ofrada toz torpaqda yuvarlanın. Siz ey Şafir sakinləri, lüt üryan, xəcalət içində keçib gedin. Sənanda yaşayanlar oradan qaça bilməyəcəklər. Beyt Esel əhli yas tutacaq. O köməyini sizdən kəsəcək. Marot əhalisi yaxşılıq arzulayaraq zəif olurlar. Çünki Rəbb Orşəlimin dərvazasına bəla salıb. Ey Lakiş sakinləri, atlarınızı döyüş arabalarına qoşun. Səhyon qızını siz günaha batırdınız. Çünki sizdə İsrailin asiliyi tapıldı. Buna görə Moreşet qətə ayrılmaq hədiyyələri verəcəksiniz. Əkzib şəhəri İsrail padişahlarını aldadacaq. Ey Mareşa sakinləri, Rəbb üstünüzə cinə istelatı gətirəcək. Ədollan mağarasına İsrailin adlı sanlı adamları sığınacaq. Ey Yahuda, əziz balalarından ötürü saçını qırx. Qoy başın kərkəs başı kimi keçəl olsun. Çünki övladların əsirliyə aparılacaq. Fəsil 2. Vay o adamların halına ki, yataqlarında şər niyyət qururlar və səhər açıldıqda ona əməl edirlər.
çünki gücləri buna çatır. Zəmilərə tamah salıb zorla alırlar. Evlərə göz dikib onlara sahib dururlar. Ev sahibi ilə ailəsinə zülm edirlər. Adamları mirasından məhrum edirlər. Buna görə də Rəbb belə deyir: Bax, bu xalqa bəla gətirməyə hazırlaşıram. Ondan boyun qaçırda bilməyəcəksiniz. Siz bir daha dikbaş gəzməyəcəksiniz, çünki pis zaman gəlir. O gün sizi misal çəkib, belə yanıqlı mərsiyə oxuyacaqlar. Biz tamam məhv olduq, xalqımın payını başqasına ver. Gör necə onu məndən alır, zəmilərimizi necə bölüb xainlərə paylayır. Buna görə Rəbbin cəmaatı arasında heç kəs tapılmayacaq ki, sənin üçün püşklə ölçü çəkib yer bölüşdürsün. Onlar belə vəz edirlər. Vəz etmə. Belə şeylərdən heç kəs danışmasın, rüsvayçılıq bizə çatmayacaq. Ey Yaqub nəsli, məgər gərək bu deyilsin, Rəbbin ruhu məgər səbirsiz olub, məgər bunlar onun işləridir. Mənim sözlərim məgər o adamların xeyrinə deyil ki, düzgün yolla gedirlər. Elə bu yaxın zamanlarda xalqım mənim ziddimə qalxıb düşmən olublar. Müharibədən qayıdanların, yoldan əminamanlıqda keçənlərin əynindən paltarlarını alıb onları soyursunuz. Xalqımın arvadlarını rahat evlərindən qovursunuz. Uşaqlarından mənim verdiyim şövkəti həmişəlik götürürsünüz. Qalxın və gedin, çünki bura istirahət etmək yeri deyil. Bu yer nəcisləndiyinə görə dəhşətli surətdə darmadağın olacaq. Əgər yalancı bir adam, hiləgər bir adam gəlib yalandan desə, sənə şərab və kefləndirən içkilər barədə vəz edəcəyəm. Əlbəttə, belə xalqın belə vaizi olar. Ey Yaqub evladları, mən qətən sizin hamınızı bir yerə yığacağam. İsrailin sağ qalanlarını bir yerə yığacağam. Onları ağıldakı sürü kimi bir yerə yığacağam. Otlaqdakı sürü kimi ölkə adamlarla dolacaq. Azad edən onların qabaqlarında gedir. Darvazanı qırırlar, ondan eşiyə çıxırlar. Onların padişahı onların qabağında gedir. Rəbb onların başçısıdır. Fəsil 3. O vaxt mən dedim, qulaq asın ey Yaqub rəhbərləri, ey İsrail xalqının başçıları. Məgər ədalətin nə olmasını bilmək sizə gərəkli deyil. Siz ki, yaxşıdan nifrət edirsiniz, pisliyi sevirsiniz, xalqımın dərisini soyursunuz, ətini sümüklərindən qopardırsınız. Siz ki, xalqımın ətini yeyirsiniz, dərisini soyursunuz, sümüyünü qırırsınız. Xalqımı qazanda, tavada bişirilən ət kimi doğrayırsınız. O vaxt onlar Rəbbə fəryad edəcəklər, lakin Rəbb onlara cavab verməyəcək. O zaman Rəbb üzünü onlardan gizlədəcək, çünki pis işlərə əməl ediblər.
xalqını azdıran peyğəmbərlərin ziddinə Rəbb belə deyir. Yeməyə bir şeyləri olanda sülh bağırırlar. Amma ağızlarına bir şey verməyənin ziddinə müqəddəs müharibə elan edirlər. Buna görə sizə röyasız gecə gələcək. Falçılıq edilə bilməyən qaranlıq gələcək. Peyğəmbərlər üçün günəş batacaq, gündüz onlar üçün zülmət olacaq. Görücülər rüsvay olacaqlar, falçılar biabır olacaqlar. Doğrudan da onların hamısı bundan utanıb ağızlarını bağlayacaqlar. Çünki tarıdan cavab olmayacaq. Amma mən qüvvətlə, Rəbbin ruhu ilə, ədalət və cəsarətlə doluyam ki, Yaqub övladlarına onların asiliyini, İsrailə də onun günahını bildirim. Bunu eşidin ey Yaqub övladlarının rəhbərləri, ey İsrail xalqının başçıları. Siz ədalətdən nifrət edirsiniz, hər cür düzlüyü əyriyə çevirirsiniz. Səhyonu qan bahasına bina edirsiniz, Orşəlimi haqsızlıq üstündə tikirsiniz. Rəhbərləri rüşvətlə hökm edirlər, kahinləri ücrətlə təlim verirlər, peyğəmbərləri falçılıq edib pul alırlar. Lakin hələ də Rəbbə bel bağlayıb deyirlər, məgər Rəbb bizim aramızda deyil, üstümüzə bəla gəlməz. Buna görə də sizin üzünüzdən Səhyon zəmi kimi şoxumlanacaq. Orşəlim daş qalağına, məbədin tikildiyi dağda meşəli təpələrə çevriləcək. Fəsil 4. Axır günlərdə Rəbbin evi olan dağ, dağların lap ucası, təpələrin lap ucası olacaq. Xalqlar ona sarı gələcəklər. Çox millətlər gəlib deyəcəklər, gəlin Rəbbin dağına, Yaqubun tarısının evinə qalxaq. Qoy Rəbb bizə öz yollarını öyrətsin və biz onun təriqləri ilə gedək. Çünki şəriət Səhyondan, Rəbbin sözü Orşəlimdən yayılacaq. Rəbb çox xalqlar arasında hökm edəcək. Güclü, uzaq millətlər haqqında qərar çıxardacaq. Onlar qılıncları kəçuzlarla döyüb, onlardan çotan, nizələrdən də hərəs ərəsi düzəldəcəklər. Millət, millətin ziddinə qılınc qaldırmayacaq. Artıq müharibə etməyi öyrənməyəcək. Hər kəs öz üzüm ağacının, öz əncir ağacının altında əyləşəcək. Onları qorxudan olmayacaq, çünki qoşunlar Rəbbinin ağzı belə deyib. Bütün xalqlar öz Allahlarının adı ilə yaşasalar belə, biz əbəddən əbədəcək tarımız Rəbbin adı ilə yaşayacaq. Rəbb buyurur, o gün mən şikəstləri yığacağam. Qovduğum, zəlil etdiyim xalqı bir yerə yığacağam. Şikəstləri saqqalan xalq edəcəyəm. Qovulanları güclü millətə çevirəcəyəm. Rəbb onlara Səhyon dağından indidən əbədə kimi hökm edəcək. Sənə gəlincə, ey sürüyə nəzarət edən bürc, ey Səhyon qızının qalası, əvvəlki hakimiyyətin sənə təzədən veriləcək. Orşəlim qızının səltənəti gələcək. İndi nə üçün uca səslə bağırırsan, niyə doğan arvad kimi ağrı çəkirsən, məgər sənin yanında padişah yoxdur? Məsləhət verənin məgər həlak olub?
ey Səhyon qızı. Ağrıdan qovrul, doğan arvad kimi bərkdən qışqır. Çünki indi şəhər tərk edilib, çöldə qalacaqsan. Babilə qədər gedəcəksən, orada qurtuluş tapacaqsan. Orada Rəbb səni düşmənlərinin əlindən satın alacaq. Amma indi çox millətlər sənin ziddinə birləşib deyirlər, qoy Səhyon rüsvay olub nəcislənsin, bunu öz gözümüzlə görək. Lakin onlar Rəbbin düşüncələrini bilmirlər, onun məqsədini anlamırlar. Çünki Rəbb onları xərməndə yığılan dərzlər kimi bir yerə yığıb. Rəbb belə deyir, ey Səhyon qızı, qalx, xərməndəki taxılını döy. Çünki sənin buynuzunu dəmir kimi, dırnaqlarını bürünc kimi edəcəyəm. Elə ki, çox xalqları əzəsən, onların haqsızlıqla alan qənimətini, mal dövlətini bütün yer üzünün pərverdigarına vəqf edəsən. Fəsil 5. Ey qoşunlar qızı, indi qoşunlarını bir yerə yığ. Bizi dövrəyə alıblar. İsrail hökmdarının üzünə dəyənəklə vuracaqlar. Amma sən, ey Beyt-Lehem Efrata, Yahuda nəsillərinin kiçiyi olasan da, mənim üçün İsrail üstündə hökmdar səndən çıxacaq. Onun nəsli çox qədimlərdən, əzəli günlərdəndir. Doğum ağrısını çəkən arvad doğana qədər, Rəbb öz xalqını təslim edəcək. İsrail övladlarının yanına qalan qardaşları qaydacaq. Bu hökmdar qalxacaq və tarının qüvvətində, tarısı Rəbbin əzəmətli adında sürüsünə çobanlıq edəcək. Xalq əminamanlıq içində yaşayacaq, çünki bütün yer üzü üstünə böyük o olacaq. Bu bizim sülhümüz olacaq. Aşorlular ölkəmizə gəldiyi vaxt, qalalarımıza ayaq açdığı vaxt, onların ziddinə 7 çoban və 8 rəhbər qaldıraraq. Onlar Aşor torpaqlarına, Nəmrud ölkəsinin girişlərinə qılıncla çobanlıq edəcəklər. Aşorlular torpağımıza gələndə, sərhəddimizi keçəndə, o bizi qurtaracaq. Yaqub nəslinin sağ qalanları çoxlu xalqların, çoxlu millətlərin arasında elə bil ki, meşə heyvanları arasındakı şir, qoyun sürüsü arasındakı cavan bir aslandır. Sürünün içinə girsə, əzib didər, heç kəs ondan qurtula bilməz. Əlin xəsmlərimin üstünə qalxacaq. Ey İsrail, sənin düşmənlərin kəsiləcək. Rəbb buyurur, o gündə atalarınızı qıracağam, döyüş arabalarınızı yox edəcəyəm. Ölkənizdəki şəhərləri də darmadağın edəcəyəm. Bütün qalalarınızı yerə yıxacağam. Cadugərliyi sizin ölkənizdən məhv edəcəyəm. Sizə bir daha taleyə baxan olmayacaq. Sizin bütlərinizi, sizin müqəddəs sütunlarınızı sizin aranızdan qırıb atacağam. Beləcə, əllərinizlə düzətdiyiniz şeylərə artıq səcdə etməyəcəksiniz. Sizin əşəra bütlərinizi aranızdan çıxardıb atacağam. Şəhərlərinizi viran qoyacağam. İtaətsiz millətlərdən qəzəblə, hiddətlə
qisas alacağam. Fəsil 6. Rəbbin nə dediyini indi eşidin. Qalxın dağlar qabağında davanızı dilə gətirin. Qoy təpələr səsinizi eşitsinlər. Ey dağlar, ey yerin möhkəm bünövrələri, Rəbbin ittihamını eşidin. Çünki Rəbb öz xalqının ziddinə dava açıb, hətta İsraillə belə dava edəcək. Ey xalqım, sənə nə etmişəm? Səni nə ilə yormuşam? Mənə cavab ver. Doğrudan da mən idim ki, səni Misir ölkəsindən çıxartdım. Nökərçilik diyarından səni satın aldım. Musanı, Harunu, Məryəmi sənin qabağında göndərdim. Ey xalqım, sənin ziddinə Moab padşahı Balağın niyyətlərini, Beor oğlu Bəlamın ona nə cavab verdiyini xatırla. Şittimdən Gilqala gedəndə, yolda nə baş verdiyini xatırla ki, Rəbbin salih əməllərini biləsən. Rəbbin hüzuruna nə ilə gedim? Uca tarının hüzurunda necə səcdə edim? Onun hüzuruna yandırma qurbanları ilə bir illik danalarla məgər çıxım. Rəbbə min qoç qurbanları, zeytun yağının 10 minlərcə selləri məgər xoş gələr. Asiliyimə görə ilk oğlumu, günahım üçün öz övladımı məgər verim. Ey insanlar, tarı sizə yaxşı olanı bildirib, Rəbb sizdən adil olmaqdan başqa, məhəbbət görsətməyi sevməkdən başqa, tarınızın hüzurunda başı aşağı yaşamaqdan başqa nə istəyir ki? Rəbbin səsi şəhərə nida edir. Sənin adından qorxmaq hikmətdir. Tənbih ağacına, onu təyin edənə diqqət edin. Məgər pislərin evindəki haram mal dövlət, nəcis olan əski kölçü hələ də yoxdur. Pislik tərəzisindən və aldadıcı çəki daşlarından istifadə edəni məgər mən haqlı sayaram. Şəhərin varlıları qəddarlıq edirlər, sakinləri yalan danışırlar, dilləri ağızlarında hiylə işlədir. Buna görə də günahlarınızdan ötürü mən sizi vuracağam, sizi yıxacağam, sizi viran qoyacağam. Yiyəcəksiniz, amma doymayacaqsınız. Qarınlarınız boş qalacaq. Sərvət yığacaqsınız, amma saxlamayacaqsınız. Hər nə saxladığınızı da mən qılınc ağzına verəcəyəm. Siz əkəcəksiniz, amma biçməyəcəksiniz. Zeytun sıxacaqsınız, lakin özünüzə yağ sürtməyəcəksiniz. Üzüm sıxacaqsınız, amma şərab içməyəcəksiniz. Padşah ömrünün qaydaları riayət olunur. Əxab sülaləsinin bütün işləri yerinə yetirilir. Onların məsləhətinə mütabiq yaşayırsınız. Buna görə də sizi həlakətə təslim edəcəyəm. Sakinlərinizi rişqənd hədəfinə çevirəcəyəm. Beləcə mənim xalqımın rüsvayçılığını daşıyacaqsınız. Fəsil 7. Vay mənim xalıma! Mən bir adama bənzəyirəm ki, yay mövsümündən sonra meyvəsi
tamam yığılmış, tənəkləri də təmizlənmişdir. Onda yemək üçün nə üzüm salxımı qalıb, nə də nobarlıq bir əncir ki, ona həvəs edim. Ölkədə tarını tanıyan adam qalmayıb. İnsanlar arasından sadiq adam məhv olub. Hamı qan tökmək üçün kəmində durur. Qardaş qardaşa tələ qurur. Pis işlərə əllərinin ikisi də zirəkdir. Həm rəislər, həm də hakimlər rüşvət tələb edirlər. Güclü adam canının istədiyini elan edir. Hamısı niyyətlər qururlar. Bunların lap yaxşısı tikandan dəyərsizdir. Lap salih adamı da xaşaqdan pisdir. Onun gözətçilərinin ixtar etdiyi gün sənin cəza günün gəlib. İndi onlar çaş-baş qalıblar. Qonşunuza inanmayın, dostunuza bel bağlamayın. Hətta qoynunuzda yatan arvadınızdan belə ağzınızı möhkəm saxlayın. Çünki oğul atasına xor baxır. Qız anasının, gəlin də qayın anasının ziddinə qalxır. Adamın düşməni özünün ev əhli olub. Amma mənə gəlincə, mən Rəbbə baxacağam. Məni xilas edən tarını gözləyəcəyəm. Tarım mənim səsimi eşidəcək. Halıma sevinmə ey düşmənim. Mən yıxılsam da qalxacağam. Qaranlıqda sakin olsam da Rəbb mənim nurum olacaq. Rəbbin qəzəbinə dözəcəyəm, çünki mən ona günah etmişəm. O zamanacaq ki, o mənim davama yetişsin və ədalət yerinə yetişsin. O məni işığa çıxardacaq, onun salihliyini görəcəyəm. Düşmənim bunu görəcək, xəcalət içində boğulacaq. O mənə demişdi, tarın Rəbb haradadır? Gözlərim bu düşmənə baxacaq və o vaxt o, küçələrdə tapdalanan palçıq kimi olacaq. Ey Orşəlim, o gün sənin duvarlarının bərpa günü olacaq. O gün sərhədlərin genişlənəcək. O gün xalqın Aşordan, Misir şəhərlərindən, Misirdən Fərat çayına qədər uzanan torpaqlardan, dəhəzdən dəhəzəcək, dağdan dağacaq sənin yanına qaydacaq. Yer üzü sakinlərinin əməllərinə görə viran olacaq. Öz xalqına, mirasın olan sürünə, əlində olan əsa ilə çobanlıq et. O, meşəlikdə indi tək başına sakindir. Məhsullu bir zəminin arasında. Qoy keçmiş günlərdəki kimi Başan və Giladda otlasınlar. Misirdən çıxdığın günlərdəki kimi sənə möcüzələr göstərəcəyəm. Millətlər bunu görəcəklər, bütün qüvvətlərindən utanacaqlar. Əlləri ilə ağızlarını yumacaqlar, qulaqları kar olacaq. İlan kimi torpağı yalayacaqlar. Yeryüzünün sürünənləri kimi yuvalarından əsə-əsə çıxacaqlar.
dəhşət içində Rəbb tarımızın hüzuruna gələcəklər, səndən qorxacaqlar. Sənin kimi bir tarı kimdir? Sən ki, xatanı bağışlayırsan, mirasından sağ qalanların asiliyini əfv edirsən. O ki, qəzəbini əbədəcək saxlamır, çünki xoşlanır ki, məhəbbət görsətsin. Yenə bizə şəfqət görsədəcək. Bütün xatalarımızı ayaq altına atacaq. Bəli, sən bizim bütün günahlarımızı dəhənzin dərinliklərinə atacaqsan. Qədim zamanda atalarımıza and içdiyin kimi, Yaqub nəslinə həqiqəti, İbrahim övladlarına dəyişilməz məhəbbətini görsədəcəksən.